Xəstəmiz multipl miyelom xəstəsidir. Bu xüsusi bir sümüyün xəstəliyidir. Buradakı önəmli simptomlardan biri nədir? Xəstənin bel ağrıları çox olur, amma zamanla da bəzən illərlə ağrının səbəbi bilinmir, gecişdirilə bilir. Gecişdirmələrdəki ən böyük səbəblərdən biri, fəsadlardan biri nədir? Fəqərələrdəki olan sınıqdır. Bunlar ağrı verir xəstədə. Gecə uzanarkən ağrı olur, xəstə dinclik tapa bilmir və zamanla fəqərələr sınır. Biz nə edirik? Kanyul vasitəsilə daxil oluruq. Həmən sınan fəqərələrdən biopsiya alırıq, histoloji müayinə üçün və qara rəngdə gördüyümüz isə vurulan sement maddəsidir. Sement maddəsi də sümükdə harda kövrək yer varsa, boş yer varsa, həmin nahiyəni doldurur və bərkidir. Bu əməliyyatın iki hədəfi var. Bir, diaqnostika üçün önəmlidir, yəni biopsiya olunur, xəstə oyanıqdır, ağrısızdır. İki, sınan və kövrələn fəqərələri qoruyuruq ki, bu fəqərələr sabah parçalanaraqdan, qəlpə şəklinə düşərəkdən xəstə ayaq hərəkətlərini itirməsin.